yazır ki, 12 xəlifə var, 12 Mehdi yoxdur. Belə bir fikir səsləndirir. Əslində belə deyək də, 12 Mehdi var, 1 Mehdi var. Bu nə sizin şəxsi fikrinizlə müəyyən olunur, nə mənim şəxsi fikrimlə müəyyən olunur, nə də bir başqa insanların şəxsi fikrinlə müəyyən olunur, nə də əməlsiz alimlərin şəxsi fikri ilə müəyyən olunur. Biz bütün bu məlumatları Allahdan bilməliyik ki, Allah bizə bəyan eləməlidir ki, neçə Mehdi var. Allah bizə hansı formada bəyan eləyir? Öz elçisi vasitəsilə, dövrün xəlifəsi vasitəsilə. Dövrün xəlifəsi kim idi? Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm. Baxaq görək Muhammed Peyğəmbər və Ali Muhammed bu barədə nə deyib? Yəni siz deyirsinizsə ki, əgər Mehdi birdir, siz Muhammed və Ali Muhammeddən hədislər gətirməlisiniz və hədislər əsasında fikrinizi isbat eləməlisiniz. Və həmçinin biz də deyiriksə ki, Mehdi 1 deyil, 12-dir. Biz bunu Muhammed və Ali Muhammeddən olan hədislər əsasında deyirik. Və mən bu hədisləri sizə oxuyacağam ki, sizə aydın olsun. Əgər siz bu hədislərlə razılaşmırsınızsa, həqiqətdə Muhammed və Ali Muhammedlə razılaşmırsınız. Və siz onun əksinə Mehdi bir dənədir deyə bir hədis də gətirə bilmərsiniz. Deməli, sizin dediyiniz fikir Muhammed və Ali Muhammedə arxalanan fikir deyil. Sizin şəxsi təfəkkürünüzə və ya şəxsi inancınıza və yaxud əməlsiz alimlərin sizə öyrətdikləri şeylərə əsasən bu fikrə gəlmisiniz. Amma həqiqət bu cür deyil. Və mən sizi həqiqəti qəbul eləməyə çağırıram. Çünki önəmli olan həqiqəti qəbul eləməkdir, hər hansısa fikirləri deyil. Muhammed Peyğəmbərin sallallahu aleyhi və səlləmin yazdırdığı vəsiyyətdən, hansı ki Ömər ibn Xəttab lənətullah aleyh Peyğəmbərə sayıqlayır demişdi. Hansı ki imamlar bu vəsiyyət hədisinə həmişə istinad eləyiblər və bununla öz imamlıqlarını isbat eləyiblər. Deməli, hədisdə belə keçir. Deyir, Allah Rəsulu vəfat edən gecə Əliyə buyurdu: Ey Əbəl Həsən, kağız və mürəkkəb gətir. Allah Rəsulu vəsiyyətini bu yerə çatana qədər imla etdi və buyurdu: Ey Əli, məndən sonra 12 imam olacaq və onlardan sonra da 12 Mehdi. Mən indi vəsiyyət hədisinin arxasını oxumuram. İstəsəz bizim saytda da tapa bilərsiniz və ya istəsəz lap oxuyarıq da. Deməli nə deyir? Deyir, ey Əli, məndən sonra 12 imam olacaq və onlardan sonra da 12 Mehdi olacaq. Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, 12 Mehdi olacaq. Siz necə deyə bilərsiniz ki, bir Mehdi olacaq? Və mən istəyərdim bunun vəsiyyət hədisinin mənbələrindən bir 5 mənbə oxuyum hardasa. Əslində mənbələr çoxdur. Birinci mənbə Qeybət-i Tusi səhifə 150 hədis 111. Həmçinin Şeyxül Amili İsbatul Huda cild 1 səhifə 549. Həmçinin Əllamə Məclisi Biharul Ənvar cild 53 səhifə 147. Həmçinin yenə Biharul Ənvarda cild 36 səhifə 260-da da keçir. Həmçinin Şeyx Əbdullah Əl-Bəhrani Əl-Əvalim cild 3 səhifə 236. Həmçinin də Şeyx Əli Korani Muxtəsər Mücəmül Əhadis İmam Mehdi səhifə 301.